Bugün qəhrəman şəhidimiz Şəhid Bahadır Quliyevin mövlud günüdür. Mən Bahadır, qəhrəman şəhidimiz Bahadır haqqında sosial şəbəkələrdə, sosial platformalarda, Həşəri qəzetində dəfələrlə məqalə yazmışam. Onu da yazmağa özümə borc bilirəm. Mən ümumiyyətlə qəhrəman şəhidlərimiz haqqında hər zaman məqalar yazıram. Elə bir gün olmaz ki, mən səhifəmdə qəhrəman şəhidlər haqqında paylaşım edirəm. Bugün bizim 1993-cü ilin şəhidi olan Şəhid Bahadır Quliyevin mövlud günüdür. Mən də gəlmişəm anasını ziyarət eləməyə. Qəhrəman şəhidimizin anasıdır. Səhhətində biraz problemlər var. Arzu edirəm ki, Allah şəfa versin. Tezliklə sağlığına qovuşsun. Qəhrəman şəhidimizin anasıdır. Şəhidlər unudulmur, şəhidlər yaddan çıxmır. Şəhidlər hər zaman insanların ürəyində, insanların qəlbində dəfn olunur. Mən bir məqalam var, yazmışam ki, qəhrəman şəhidlərimiz məzara yox, insanların ürəyində, insanların qəlbində dəfn olunur. Qəhrəman şəhidlərimizin keçdiyi hər gün tarixə dönür yazmışam. Yazmışam ki, tarixə yazılan günlərin hamısı yadda qalan olmur. Elə günlər var ki, unudulub gedir, elə günlər var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardandır şəhidlər. Hamımıza, mənə, sənə bəxş olunan bir ömür payı var. Müəyyən müddət sonra başa vuracaq. Amma dünya həyatında ən gözəl şəkildə ana yazmışam ki, əlvida deməyin adıdır şəhid olmaq. Azərbaycan xalqının qəhrəmanlıq dəstanını, azadlığını, ərazi bütövlüyünü, canı ilə qazanıb, qanı ilə yazanlardır şəhidlər. Qəhrəman şəhidimiz Şəhid Bahadır Quliyevin timsalında Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəhrəman şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm. Atalarının, analarının əllərindən öpürəm, qarşısında baş əyirəm. Ana əlimizdən öpürəm, qarşınızda baş əyirəm. Allah bir daha rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah anamıza da şəfa versin, can sağlığı versin. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canı ilə, qanı ilə tarix yazmış bütün şəhid məzarları qarşısında baş əyirəm. Allah bütün şəhid analar qarşısında baş əyirəm. Allah'ın canlarını sağ eləsin. Allah anamıza şəfa versin. Allah səbir versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sağ ol anam. Allah can sağ ol.